Atların ayaq səsləri Şirvan qəsrini pozandı. Şirvanın məğrur hakimi Fərrux Yasar bu səsləri eşidərkən qaşqabaq elədi. Qorxudan titrəyən xidmətçi tağlara girib qorxulu bir təzim etdi. Ağam, Şeyx Heydərin oğlu İsmail Qızılbaş qoşunu ilə sərhəd keçib. Tağlarda səs kəsildi. Səfəvi adı dərbar əhlini titrətdi. 7 il qabaq Fərrux Yasar öz əli ilə sərhədlərinə yaxınlaşan oğlanın atası Şeyx Heydəri öldürmüşdü. Birdən Fərrux qəhqəhə çəkib dedi: "O uşağın qoşunu mənim qoşunumun dörddən biridir. Buraxın gəlsin, ona yaxşı bir dərsim var." Savaşdan qabaqçı gecə İsmail sərdarlarını çadırına yığıb dedi: "Fərrux bizim buradan həmlə etməyimizi düşünüb. Amma biz bu dağlardan və çətin yollardan keçib onların arxalarından onlara həmlə edəcək." Gün hələ də çıxmamışdı. Qızılbaş qoşunu qaranlıqdan bir kölgə kimi çıxdı. Ya Əli səsi meydanda ucalıb və Şirvan qoşunu qafildən yaxaladılar. Fərrux Yasar birdən meydanın ortasında dayanan bir yiğidi gördü. Qışqırdı: "Sən kimsən ki belə cəsarətlə mənim torpağıma ayaq qoymusan?" Cavab ıldırım kimi meydanda şaxdı: "Mən İsmail, Şeyx Heydərin oğlu, Şeyx Cüneydin nəvəsi və Səfəvi xandanının varisiyəm. Atamın qanının intiqamın səndən almağa gəlmişəm." Qılıncılar havada toxundu. Fərrux Yasar bir zərbə endirdi, amma İsmail heyrətli bir məharətlə onu dəf etdi və bir an sonra qılıncı Fərrux Yasarın boğazını kəsdi. O gün Şirvan çöllərində neçə yüz ildən sonra İranı birləşdirən və ona yeni bir kimlik verən Şah İsmail Səfəvi əfsanəsi başladı.